Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, sizin hamınızı ürəkdən salamlayıram. Bugün ölkəmizin həyatında əlamətdar bir gündür. Xızı-Abşeron Külək elektrik stansiyasının istismara verilməsini qeyd edirik. Bu çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bugün artıq fəaliyyətə başlayır. 240 megawatt gücündə stansiya, əminəm ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Mən yaxşı xatırlayıram ki, 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq və bu illər ərzində fəal iş aparılmışdır və bugün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə bu stansiyanın tikintisində əmək keçmiş bütün insanlara, şirkətlərə öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə investor olan Akva Power şirkətinə, onun rəhbərliyinə, bu Akva Power tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpa olunan elektrik stansiyasıdır. Ancaq sonuncu deyil, şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, Akva Power şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda Azərbaycan qurumları ilə əməkdaşlıq əsnasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən PowerChina şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu layihədə bu şirkət podratçı kimi iştirak edir, ancaq digər layihələrdə o cümlədən investor kimi iştirak edəcək və əminəm ki, bu şirkətin bütün nəzərdə tutduğu planları Azərbaycanda həyata keçəcəkdir. Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi çox həm mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpa olunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir və nəzərə alsaq ki, bundan sonraki illərdə bərpa olunan enerji stansiyaları Azərbaycanda onların tikintisi çox geniş vüsət alacaq. Əlbəttə ki, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni, burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpa olunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki, Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, bizim enerji sistemimiz, yəni generasiya gücləri və böyük dərəcədə yarımstansiyalar və ötürücü xəttlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri
bütün əvvəlki dövrlə müqayisədə təxminən 3 dəfə artmışdır. Və bugün bizim generasiya gücümüz təxminən 10.000 megavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpa olunan enerji generasiya gücü yaradılacaq. Əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də ki, elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Onu bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpa olunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 megavata bərabərdir. Və bugün Azərbaycan enerji təminatı və enerji təhlükəsizliyi nöqteyi nəzərdən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 megavat gücündə günəş elektrik stansiyası istismara verilmişdir. Bugün 240 megavat gücündə külək elektrik stansiyası. Hazırda işğaldan azad edilmiş ərazilərdə Cəbrayıl rayonunda 3 günəş elektrik stansiyası inşa edilir. Bu 3 stansiyanın ümumi potensialı 340 megavatdır. Bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bugünə qədər Qaradağ rayonunda, bugün Xızı Abşeron rayonunda, yəni ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 gigavat səviyyəsindədir. Yəni, növbəti illərdə bu proses artıq Azərbaycanda geniş şüşədə alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik olan ölkə olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə də dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və digər böyük enerji gücünə tələbat olan sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də. Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bugün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu yaxınlarda bu məsələ ilə bağlı mən geniş danışmışam. Sadəcə olaraq onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reyting agentlikləri tərəfindən də qiymətləndirilir və təsadüfi deyil ki, bugün bizim kredit reytingimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reyting səviyyəsinə qaldırılmışdır. Bizim xarici borcumuz çox aşağı səviyyədədir.
ümumi daxili məhsulumuzun hardasa 6%-dən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni, bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək və bugün sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi, sosial sabitlik hökm sürür. 5 ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır. Ölkəmizdə geniş miqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında biz xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır. Gələcək planlarla bağlı təbii ki, nəzərə alsaq ki, bizdə bərpa olunan enerji potensialı çox artacaq. Biz əlbəttə ki, bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq batareya enerji saxlanc sistemi də yaradılır. Birinci layihə 250 megavatlıqdır. Bunu Azərenerji öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə batareya enerji saxlanc sistemlərinin sayı daha da çoxalsın və xarici investorları da bu işə mən dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 30-cu ilə qədər 6, 32-ci ilə qədər isə ümumiyyətcə 8 gigavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyaları inşa etmişik. Onların ümumi potensialı bugün 300 megavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz hardasa 500, bəlkə də 600 megavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Bunun elə bil ki, yarısı artıq hazırdır. Və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin edilibdir. Bugün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, bərpa olunan enerji növlərinin Azərbaycanda yaradılması xarici investorlar tərəfindən həyata keçirilən geniş miqyaslı layihələrdir. Bu layihələrə bugünə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorları bu qərara görə onların fəaliyyətini qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Bizim bir çox neft kontraktlarımız artıq uzun illər icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda
bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib olan bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz, imzamız qədər dəyərlidir və qanunidir. Və bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bugün bəlkə də daha çox enerji təhlükəsizliyi məsələləri qabarıq şəkildə ortaya çıxır. Biz bu istiqamətdə uzun illər fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft kimi məhsullarının, gübrələrin ixracı bugün bir çox ölkələr üçün onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır. Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibəti ilə sizi təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.